mütəxəssisi ilə görüşdük. Bəs fikrimi izah etdim ki, bunun üçün gəlmişəm. Doğrusu orada olan o ağlamanı, o sevinci, yəni hamısı bir arada oldu. Onu sizə mən təsəvvür belə edə bilmərəm. Yəni anada, atada kövrəldilər, ağladılar. Bir tərəfdən sevindilər belə bir qərarın olduğuna. Bu da mənim üçün çox xoş oldu. Belə bir addım atmağıma çox sevindim. Dedilər ki, biz sizin yanınızdayıq. Nə lazımdırsa, nə dəstək lazımdırsa yanınızdayıq. Tək ki, belə bir şey olsun, çox istəyirik. Bizim də şəhidimiz bundan sonra ancaq belə bir qürur verici adlarla, bu adlar daim yaşasın deyə bizlər də istəyərik ki, ancaq yəni bunlardan bir cavab olsun. Və mən onlardan cavab alandan sonra gəlib tədbiri ərsəyə gəlmək üçün çalışdım və gəlib o tədbir üçün hazırlaşdım. Az öncə də dediyim kimi bir neçə həftələr biz çalışdıq, tədbirimizi ərsəyə gətirdik. Həmin tədbirdə bizim Xəzər rayonunda rəsmi insanlar da iştirak etdilər. Tədbirə layiq hesab etdilər. Bu da bir insan üçün nə deməkdir? Yəni çox qürurlanıram, çox sevinirəm və biz bu inkişaf mərkəzimizə şəhidlərimizin adını verəndən sonra və daha məsuliyyətli bir işin altına girməyimizi həmçinin biz kollektiv olaraq da, şəxsən özüm olaraq da hiss edirik. Artıq biz bir qəhrəmanın adı altında uşaqları gələcəyə hazırlayırıq və bu uşaqlar da bilməlidirlər ki, hansı adı altında təhsil alırlar, hansı adı altında dostluqlar qururlar. Bir də bir şey qeyd eləmək istəyirəm ki, mən bu işimə sadəcə işimi baxmıram. Öncədən də belə idi. İndi daha məsuliyyətliyəm. Ürəyimi qoyuram o işə. Yəni bunu kollektivimiz də bilir, bəzi valideynlərimiz də bilir. Yəni mən iş kimi deyil, doğrudan da uşaqlara fərdi yanaşmağa vaxt tapdığım qədər, imkan etdiyim qədər fərdi yanaşıram. Və mənim timsalımda eyni ilə bizim iş kollektivimizdə olan müəllimələr, köməkçilər hər biri də ürəklə çalışırlar, can yandırırlar. Bəli, mən kollektivimlə də qürur duyuram. Hər zaman tədbirlərimizdə qeyd edirəm. Biz bir ailəyik deyirəm. Bəzən bu şüar biraz şablon kimi olur. Əslində bu söz çox eşidilir. Amma və kollektivim çox gözəl bilir ki, mən bu sözü bir şablon kimi demirəm. Həqiqətən də biz eləyik, bir ailəyik. İş yeri deyil də onların da bir ailəsi kimidir. Bildiyimiz kimi bağça uşaqların ilk ailədən sonra ilk sosiallaşdığı qurumdur. Və hər ailənin özünə məxsus bir tərbiyə üsulu var, bir texnikası var, bir metodikası var. Amma bağçanın da, inkişaf mərkəzlərinin də təbii ki, pedaqoji bir metodikası var və hər evdən gələn uşaqlar o metodika içərisində yoğrulur. Və sevindirici hal ki, sizin qeyd etdiyiniz kimi, onlar vətən qəhrəmanlarının adı altında fəaliyyət göstərən bir qurumda sosiallaşacaqlar. Bunu təqdir olaraq söyləmək istədim. Amma bilirik ki, Bakı o qədər də böyük bir şəhər deyil. Paytaxt olsa da o qədər də böyük bir şəhər deyil. Və xeyli sayda inkişaf mərkəzləri var. Bir-birindən maraqlı, bir-birindən gözəl. Niyə valideynlər sizin inkişaf mərkəzini seçməlidir? Ki, valideynlər də hal-hazırda çox seçici davranırlar. Həm xidmətləriniz barədə istəyərdim məlumat verərdiniz, özəllikləriniz nədir? Həm də kollektivinizlə bağlı. Ümumiyyətlə, bir valideyn bir inkişaf mərkəzi araşdıranda, axtaranda qarşısına sizin inkişaf mərkəzləri çıxır. Niyə sizi seçməlidir? Dəyərli izləyicilərimiz, sponsorlarımız haqqında məlumat vermək istəyirəm. Media və Beyin podkast çəkilişlərimizə şəhid Ağami Heybətov və eyni zamanda şəhid mayor Elnur Hacıyev adına inkişaf mərkəzi sponsorumuzdur. Ünvan Bakı şəhəri Xəzər rayonu Buzovna və Maşdağa yolunun üstü, Araz marketlə üzbəyüz, Cəfər Cabbarlı küçəsi, ev 2. Əlaqə nömrəsi 051 520 12 13. Mərkəzin xidmətləri ilə bağlı məlumat vermək istəyirəm. Valideynlər övladlarını telefon vasitəsilə onlayn müşahidə edə bilirlər və eyni zamanda gündə 5 dəfə ev yeməkləri ilə qidalanma, meyvə və ev şirniyyatları, pediatr, psixoloq, loqoped xidmətləri, Azərbaycan, rus və ingilis dili öyrənmə fürsətləri var. Məktəbə qədər hazırlıq, ətraf aləmlə tanışlıq,
riyazi hesablama, şifahi nitqin inkişafı, rəsm, musiqi, gimnastika, şahmat, rəqs, master-klass, səhnəciklərin hazırlanması. Gün boyu və eyni zamanda saat xidmətləri də mövcuddur. Əlaqə saxlaya bilərsiniz. Bəli, bu da gözəl sualdır. Az öncə də qeyd etdiyim kimi, doğrudan da bir rəhbər olaraq şəxsən özüm və bizim iş kollektivimizdə olan bütün xanımlar işinə ürəyini qoyaraq çalışırlar. Bu da məni çox sevindirir. Həmçinin bu da valideynlərə yansıyır. Çünki bu gün mən də bir valideyn kimi əgər sosiallaşsın deyə belə bir qurum seçəndə, təbii ki, mən də seçici olacağam, düşünəcəm ki, orada uşağın inkişafı üçün nələr olur və yaxud rahatçılığı üçün nələr olur. Onları araşdıracağam. Demək olar ki, hər bir valideynin arzusunda olduğu və istədiyi bütün xidmətlər bizdə mövcuddur. Bunlar nələrdir? Bizim müəllim kollektivi sevgi ilə, mehribançılıqla uşaqlara davranırlar. Bunu söz olaraq demirəm, doğrudan da bu belədir. Bizim müəllimlər işə başlamadan öncə hər biri bizim sınaq müddətimiz vardı. Yəqin ki, bu bir neçə inkişaf mərkəzlərində vardı. Onlar 2 həftə boyunca o sınaq müddətində iştirak edirlər. Biz onların iş təcrübəsinə baxırıq. Əsas da mənim qeyd etdiyim, əsas da önəm verdiyim yer uşaqlara davranış tərzidir. Yəni bizim müəllimlər hər biri ali təhsillidirlər. Uşaqlara inkişaf mərkəzində, bağçada yüksək dərəcədə bir təhsil lazım deyil. Yəni bugünkü gündə hər kəsin öyrədə biləcəyi bir təhsildir. Amma əsas önəm verdiyimiz müəllimələrin və müəllimə köməkçilərinin uşaqlara necə davranmasıdır. Demək istədiyiniz, vurğulamaq istədiyiniz mənə elə gəlir ki, mənim də vurğulamaq istədiyim budur. Məsələn, siz zaten işin peşəkarı olaraq mərkəzə kollektiv seçəndə ali savada, təhsilə önəm verirsiniz. Amma üslub daha önəmlidir deyə düşünürəm. Bəli, mütləq uşaqlara yanaşma tam fərqli olmalıdır. Fərqli də demək nə deməkdir? O demək deyil ki, evdə uşaqlar o sevgini görmürlər. Bəli, atadan, anadan sevgi görən uşaq bu gün bağçaya gələndə bizləri tanımır. Bizləri o dönəmdə biz ona uyğunlaşma dönəmi deyirik. O dönəmdə uşaqların çətin anları da ola bilər və elə uşaq var ki, 3-4 günə uyğunlaşır bağçaya, elə uşaq var ki, 2 həftəyə uyğunlaşır bağçaya. O dönəmdə biz valideynlərlə çalışırıq ki, mütəmadi əlaqə yaradaq. Uşaqları ilk günlərdə bütün gün qoymurlar. İlk günlərdə 3-4 saat, yəni nahara qədər qoyurlar. Ondan sonra uşaq uyğunlaşmağa başlayandan sonra artıq saat 6-ya kimi qala bilər. Çünki bizim bağçamız 8-dən 6-ya qədərdir. Və valideynlər də bizim uşaqlara yanaşma tərzimizi, o sevgi ilə, mehribançılıqla uşaqlara fərdi olaraq yanaşmanı hiss etdiklərinə görə və uşağın inkişafı üçün bağçamızda bütün xidmətlər mövcuddur. Bizim xarici dil öyrənə bilirlər. Bəli, xarici dil öyrənə bilirlər. Uşaqlar bağçada olduğu dövrdə onlayn müşahidə ilə valideynlər onu daha rahatlıqla izləyə bilirlər. Maraqlı bir məqama yetişdik, Lamiyə xanım. Dediniz ki, bağçamızda onlayn müşahidə mövcuddur və valideynlər rahatlıqla telefon vasitəsilə övladlarını gün ərzində orada olduğu müddətdə müşahidə eləyə bilirlər. Mənə valideynlərin ümumiyyətlə tutumu, davranışı çox maraqlıdır. Dediyim kimi, yəni hər xarakterdə, hər xasiyyətdə insan var. Hərəmiz bir xasiyyətdə bir həssasiyyətimiz var və övladlar da hər valideynin həssas mövzusudur. Bir də belə bir psixologiya var. İnsan pul yatırdığı yerə daha bir həssasiyyətlə yanaşır. Valideynlər necə qarşılayır? Məsələn, təcrübələrinizdə, müşahidələrinizdə nələrlə qarşılaşırsınız və bu qarşılaşmada ki sizin metodik yanaşmalarınız nələr olur? Ümumiyyətlə necə olmalıdır sizə görə?